bu günləri Taşqabul rayon Qubalbalı olan kənd tam orta məktəbin məzunları qəhrəman şəhidlərimizin əziz xatirəsini tədbir başlamamışdan qabaq ziyarət etməyi bu bir vətənpərvərliyin, vətənsevərliyin nümunəsidir. Sinif rəhbəri Fuad müəllimə, Sərdar müəllimə, məktəbin direktoru Məhəmməd müəllimə təşəkkür edirəm ki, biz əziz günlərdə də şəhidlərimizi unutduruq. Mən də bir sosial dövlət namı ictimai birliyin mətbuat xidmətinin rəhbəri, Həşəri qəzetinin xüsusi müxbiri, Qızıl Qələm media mükafatçısı, Qarabağ Azərbaycandır medalının mükafatçısı, minlərlə məqala müəllifi, şəhidlər haqqında yazdığım minlərlə məqala müəllifi olaraq özümə borc bilirəm ki, həmişə şəhidlərimiz haqqında məqala yazdım və şəhidlərimizə dəyər verən insanlara dəyər verir. Mən yazmışam ki, şəhidlərimizə dəyər verən insanların əllərindən öpürəm, qarşılarında baş əyirəm. Həqiqətən də əziz 11-ci siniflər, sizin bu attığınız hərəkət çox bəyənilsin. Bu da ondan irəli gəlir ki, bizim müəllimlərimizin, şagirdlərimizin vətənpərvərlikdə tərbiyə eləməsidir. Şəhidlər haqqında çox yazmışam sosial şəbəkələrdə, sosial platformalarda. Çox danışıb vaxt almayacağım. Biraz bizim qarşıda tədbirimiz də var. Mənim YouTube səhifəmdə hamı onları izləyə bilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların müqəddəs ruhları qarşısında baş əyir. Allah rəhmət eləsin.